İlk mövzumuz ibtidai icma quruluşu olacaqdır. Dərsə keçid etməzdən əvvəl iki anlayış haqqında qısaca bilgi verim. Bunun biri xronologiyadır, digəri isə era anlayışıdır. Xronologiya Yunan sözdür. Mənası xronos zaman, logos elm deməkdir. Məna baxımından hadisələrin zamanını ardıcıllıqla öyrənən elmdir. Era anlayışı isə bilirik ki, tarix müəyyən bir başlanğıc anından hesablanır. Təbii ki, belə başlanğıc anı həqiqi də ola bilər və yaxud da əfsanəvi bir hadisə ilə bağlı ola bilər. Belə bir başlanğıc anı, belə bir başlanğıc nöqtəsi də era adlanır. Azərbaycan ərazisində ibtidai icma quruluşundan danışaq. Bilirik ki, Azərbaycan ən qədim insanların məskunlaşdığı bölgələrdən biridir. Təbii ki, bunun da əsas səbəblərindən ən vacibləri əlverişli təbii mühit və Azərbaycanın təbii şəraitidir. Azərbaycan ərazisində ilk insan dəstələri meydana gəlir və yaxud da ilk insan dəstələri məskunlaşır 1,5 milyonu bundan əvvəl. Və Azərbaycan ərazisində ümumilikdə ulu icmanın mövcud olması ilə ibtidai icma quruluşu yaranır. Və ibtidai icma quruluşunu biz şərti olaraq bölürük 3 hissəyə. Daş, tunc və dəmir dövrünə. Və bunu niyə 3 hissəyə bölürük? Niyə daş, tunc, dəmir dövrünə bölürük? Çünki ibtidai icma quruluşunda əmək alətlərinin hazırlandığı materiallara görə bunu 3 hissəyə bölürük. Yəni materiallar öncə daşdan idi, sonra tuncdan, daha sonra isə dəmirdən olmuşdu. Daş dövrünün özünü isə bölürük 3 hissəyə. Paleolit, yəni qədim daş, mezolit, yəni orta daş, neolit, yeni daş. Paleolit dövrünün özünü də bölürük 3 hissəyə. Alt, orta və üst paleolit dövrünə. Alt paleolit dövrü gördüyümüz kimi paleolit dövrünün ilkin mərhələsi hesab olunur və ilk insan tipinin, yəni bacarıqlı insanın yaranması ilə başlayır. 100 min il əvvələ qədər davam edibdir. Çıxardığımız nəticə alt paleolit dönəmi ilk insan dəstələrinin və yaxud da ilk insan tipinin, yəni bacarıqlı insanın yaranması ilə başlayır. 100 min il əvvələ qədər davam edir. Kimdir bacarıqlı insan? 2 ayaq üstündə dayana bilir, əylərək hərəkət edə bilir, sadə işlər görür, ağacdan, sümükdən, daşdan əmək alətləri hazırlayır. Ən qədim insanların ilk kollektivi olacaq ulu icma və yaxud da buna biz insan sürüsü də deyirik. Çünki ulu icma daimi olmurdu, tez-tez dağılırdı və yeniləri ilə əvəz olunurdu. Ən qədim insanların əmək məşğuliyyətinə gəldikdə isə iki əmək məşğuliyyəti. Bunun biri ovçuluqdur, digəri isə yığıcılıq. Yəni yem toplama olacaqdır. Və bunu biz təsərrüfat forması olaraq adlandırırıq istehlak. Yəni insanlar təbiətin hazır məhsullarını mənimsir, mənimsəmə və ya istehlak təsərrüfatı, ovçuluq və yığıcılıq olacaqdır. Azərbaycan ərazisində alt paleolit dövründə yaşamış insanların həyat tərzini biz Quruçay vadisindən və Azıq mağarasından əldə olunan materiallar əsasında öyrənə bilirik. Ona görə də burada formalaşan mədəniyyət adlanır Quruçay mədəniyyəti. Adını çəkdiyimiz Azıq mağarası isə Azərbaycan Respublikasının Qarabağ bölgəsində Xocavənd rayonu ərazisində yerləşir. Azıq mağarasında yaşayan sakinlər təxminən 700 min il bundan əvvələ aid ocaq izlərinin tapılması bizə sübut edir ki, burada yaşayan insanlar təbii oddan istifadə ediblər və bu odu uzun müddət qoruyub saxlamağı bacarmışdılar. Azıq mağarası ilə bağlı tapıntılar tarixçi alim Məmmədəli Hüseynov tərəfindən ibtidai insanın alt çənə sümüyün qalıqları tapılmışdı. Alimlər Azıq mağarasında tapılan həmin insanı Azıxantrop, yəni azıq adam adlandırırlar. Azıxantrop 350-400 min il bundan əvvəl yaşayıbdır. Buradan çıxardığımız nəticə ümumilikdə alt paleolit, paleolit dövrünün ilkin mərhələsidir.
Alt paleolit ilk insan tipinin bacarıqlı insan yaranması ilə başlayır, 100 min il əvvələ qədər davam eləyir. Paleolit dövründən, alt paleolit dövründən başlayaraq ilk insan kollektivləri formalaşır ki, bu kollektiv Ulitma adlanır. Ulitmada yaşayan insanlar ovçuluq, yığıcılıqla məşğul olur və bunlar təbiətin hazır məhsullarını mənimsədiyinə görə belə təsərrüfat forması istehlak və yaxud da mənimsəmə təsərrüfatı adlanır. Paleolit dövrünə, xüsusən də alt paleolit dövrünə aid həmin dövrdə yaşayan insanların həyat tərzini biz Azıq mağarasından və Quruçay vadisindən öyrənirik və məhz bunlara görə də burada formalaşan mədəniyyət Quruçay mədəniyyət dövrüdür. Daha sonra oddan bağlı bir daha təkrar eləyək ki, 700 min il bundan əvvəl aid olan ocaq izlərinin qalıqları tapılıb və tarixçi alimimiz Məmməd Əli Hüseynov tərəfindən Azıq mağarasından ibtidai insanın alt çənə sümüyünün qalığı tapılıb ki, həmin ibtidai insanı Azıxantrop, yəni Azıq adam adlandırıblar ki, Azıxantrop da 350-400 min il bundan əvvəl yaşayıbdır. Alt paleolit 100 min il bundan əvvələ qədər davam edir və 100 min il bundan əvvəldən eramızdan 35 min il əvvələ qədər orta paleolit davam edəcək. İlk insan tipi bacarıqlı insan yaranmasından 100 min ilə qədər alt paleolit, 100 min il bundan əvvəldən eramızdan 35 min il əvvələ qədər isə olacaqdır orta paleolit. Orta paleolit dövründə insan məskənləri çoxalır, Neandertal tipli insanlar yaranmışdı. Neandertal yeri gəlmişkən deyim, Almaniyada yerin adıdır. Orta paleolitdə insanlar çaxmaq daşını bir-birinə vurmaqla süni od əldə edirlər. Yadda saxlayacağımız ən vacib məqamlardan biri alt paleolitdə təbii oddan istifadə, orta paleolitdə olacaqdır süni oddan istifadə edilməyə başlaması. Və təbii ki, orta paleolitdən artıq insanlar, yəni başlanğıc süni odun əldə olunmasını öyrənməsi orta paleolitdir. Amma orta paleolitdən növbəti bir dövrlərdə də biz süni oddan istifadəni deyə bilirik. Daha sonra orta paleolit dövründə qədim insanların təbiət qüvvələri ilə bağlı dini təsəvvürləri və axirət dünyasına inamı yaranmağa başlamışdı və biz orta paleolit dövrünə aid həmin bu dövrü daha çox Qazaxda daş salahlı, Naxçıvanda qazma, Qarabağdakı Azıq Tağlar mağarası əsasında öyrənirik. Və paleolitin sonuncu mərhələsi üst paleolit başlayır eramızdan əvvəl 35-ci minillikdən eramızdan əvvəl 12-ci minilliklərə qədər. Və bu dövr olacaq üst paleolit. Paleolit 3 hissəyə böldük. Alt, orta, üst paleolit. Və ümumilikdə götürsək paleolitin intervalını ilk insan tipi bacarıqlı insanın yaranmasından olacaqdır eramızdan əvvəl 12-ci minilliyə qədər. Yəni, bu dövrü isə 3 hissəyə böldük. Alt, orta və üst paleolit dövrünə. Artıq üst paleolit dövründə insanlar əsasən mağarada, yerüstü koma və qazmalarda yaşayırdılar. Və artıq bu dövrdə müasir insan tipi, yəni Homo sapiens, yəni ağıllı insan meydana gəlir. Və bu dövrdə yaşayan insan tipi, bir daha xatırladıram, adlandırırıq ağıllı insan. Eyni zamanda insanın şuurunun, əqlinin həmçinin fiziki cəhətdən inkişafı nəticəsində nə meydana gələcəkdir? Səsli nitq formalaşacaqdır. Artıq insanlar ilk vaxtlar tək-tək sadə ifadələr yarandığı halda zaman keçdikcə rabitəli nitq yaranacaqdır. Deməli, üst paleolit eramızdan əvvəl 35-12-ci minilliklər arasında. Bu dövrdə insanların yerüstü komalarda, mağaralarda yaşamasından danışdıq. Bu dövrdə yaşayan insan tipi ağıllı insan adlanır. Eyni zamanda səsli nitq formalaşır və rabitəli nitq meydana gəlir. Və alt və orta paleolitdə mövcud olan ulu icma üst paleolitdə əvəz olunacaq qəbilə icması ilə. Qəbilə ulu icmadan fərqli olaraq qan qohumluğu əsasında ana xətt üzrə birləşir və qəbilədə daha çox qadınların rolu təbii ki böyükdür. Qadınlar yabani bitki toplayır, odu qoruyub saxlayır, yemək hazırlayır, uşaqların qayğısına qalır və qəbilə icmasında insanlar ana xətt ilə birləşdiyinə görə
Bu dövrü anarxorqanlıq dövrü adlandırılır. Deməli, ulu icma oldu alt və orta paleolit dövründə. Üst paleolit dövründə artıq ulu icmanı qəbili icması əvəz edəcək ki, qəbili icması alt, daha doğrusu üst paleolit, mezolit dövrü, neolit dövrü, enolit dövrü və artıq erkən tunc dövründə qəbilələr birləşib tayfa yaranacaqdır. Və üst paleolit dövründə artıq daş və sümük üzərində işlənmiş incəsənət nümunələri meydana gəlməyə başlamışdır. Artıq paleolit dövrü bitdi. Gördük ki, həm alt, həm orta, həm üst paleolit dövründə insanların məşğuliyyət forması yığıcılıq, yəni yem toplama və ovçuluq idi. Təsərrüfat forması isə oldu istehlak, yəni mənimsəmə təsərrüfatı. Paleolitin başlanğıc anı ilk insan tipinin, yəni bacarıqlı insanın yaranmasından 100 min il əvvələ qədər. 100 min il əvvəldən 35 min il əvvələ qədər oldu orta paleolit və 35-12-ci min il ərazisi olacaqdır üst paleolit dövrü. Alt paleolitdə bacarıqlı insan, quru çay mədəniyyəti anlayışları oldu. Orta paleolitdə isə neandertal insan və həmçinin orta paleolit dövründə süni od əldə etməklə başladı insanlar. Üst paleolit dövründə isə biz ağıllı insandan danışdıq. Növbəti dövr mezolit dövrüdür ki, mezo, orta, litos, daş. Eramızdan əvvəl 12-8-ci minilləri əhatə edir. Bu dövrdə də insanlar qəbilə halında yaşayır, mənimsəmə təsərrüfatı ilə məşğul olur. Yəni, hər şeyi də təbiətin hazır məhsullarını mənimsəyirdilər. Mezolit dövründə insanlar ox və kamanı ixtira edirlər. Və eyni zamanda mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən düzəldiyini müşahidə edirlər və təbii ki, bu hadisə təkrarlandıqda artıq ibtidai əkinçilik meydana gələcəkdir. Yəni, insanlar özləri məhsul istehsal etməyə başlayacaqlar. Eyni zamanda mezolit dövründə heyvanlar əhəlləşdirməyə başlayacaqdır və ilk əhəlləşdirilən heyvan it olacaqdır. İnsanlar sonradan başqa heyvanları da əhəlləşdirir, bəsləyir və çoxaldırlar. Beləliklə, ibtidai maldarlığın əsası qoyulur. Demək, artıq insan həm maldarlıqla məşğuldur, həm əkinçiliklə məşğuldur. Təbii ki, bu ibtidai maldarlıq və ibtidai əkinçilik olacaqdır. Və məhz mezolit dövründə buna görə belə bir cümlə işlədə bilərik ki, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Və mezolit dövrünə aid biz və mezolit dövrü haqqında daha çox məlumatları öyrənirik Qobustan və Qazaxdakı Damcılı mağarası əsasında. Və Qobustan adı çəkdikcə təbii ki, Qobustan qayalarında olan təsvirlərdən danışa bilərik ki, burada gündəlik insanların məişəti, ov səhnələri həkk olunubdur və eyni zamanda Qobustandakı mezolit dövrünə aid qəbirlərdə müxtəlif məişət əşyaları var, ibadətlə bağlı iri daş bütlər tapılıbdır və dəfn zamanı ölülərin yanına müxtəlif məişət əşyaları qoyulmuşdur. Eramızdan əvvəl 8-ci minillikdən 6-cı minilliyə qədər olacaqdır neolit dövrü. Neolit, yəni yeni daş dövrü. Bu dövrdə insanlar oturaq həyata keçir, əkinçilik vərdişləri inkişaf edir və onlar yeri toxu ilə yumşaldırlar. Və Tovuz rayonundakı Göytəpə yaşayış yerindən iri buynuzlu heyvanın çənə sümüyündən düzəldilmiş maraqlı bir orağın tapılması da artıq əkinçiliyin yüksək səviyyədə inkişafından bizə xəbər verir. Eyni zamanda neolit dövründə insanların fəaliyyət sahələri genişlənir, sənət sahələri inkişaf edir, insanlar daş alətləri deşməyi, cilalanmağı öyrənirlər, durusçular saxsı qablar hazırlayırlar, toxuculuq inkişaf edir, toxucular sümükdən hazırlanmış iydən istifadə edirlər və əmək fəaliyyətindəki bütün bu yeniliklər təsərrüfatın formalaşması həm də düşünmə qabiliyyətinin inkişafına kömək edir ki, bu dəyişikliklər neolit inqilabı adlanır. İnsanların oturaq həyata keçməsi, əkinçilik vərdişlərinin inkişafı, əkinçilikdə toxadan istifadə, daha sonra oraqdan istifadə, sənət sahələrinin meydana gəlməsi, daş işləmə, sümük işləmə,
saxsı qabların hazırlanması, eyni zamanda toxuculuğun inkişafı, bütün bunların hər biri dedik ki, Neolit inqilabı adlanır. Eramızdan əvvəl 6-4-cü minilliklər isə Enolit dövrüdür ki, Enolit dövrü artıq daşdan metala keçid dövrü kimi qiymətləndirilir və ilk dəfə insanlar metalla tanış olurlar. İnsanların tanış olduğu ilk metal mis metaldır. Lakin mis yumşaq, kövrək olduğu üçün, gec tapıldığı üçün yenə də insanlar daha çox daş alətlərdən istifadə edəcəklər. Enolit dövründə insanlar əsasən dairəvi, möhlədən hazırlanmış evlərdə, yəni möhlə dediyimiz bu çiy kərpicdir ki, çiy kərpic və yaxud da möhlədən hazırlanmış evlərdə birgə yaşayırdılar və Enolit dövründə toxa əkinçiliyi inkişaf edir. Toxanın daha istifadə olmağa başlayacaqdı Neolitdə, amma toxadan daha çox istifadə olunur və toxa əkinçilik dövrü kimi səciyyələnən dövr isə Enolit dövrü olacaqdır. Neolitdə istifadə etməyə başlayacaqlar, Enolitdə isə daha çox istifadə edəcəklər. Və Enolit dövründə bizə məlum olan ev heyvanlarının çoxunu əhəlləşdirdi və demək olar ki, artıq heyvanların əhəlləşdirmə prosesi başa çatdı. Heyvanlar əhəlləşdirməyə başlamışdı mezolitdə. Artıq heyvanların çoxunun əhəlləşdirmə prosesinin başa çatması olacaqdı Enolit dövründə. Və Enolit dövründə ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdi. Və Enolit dövrünün əvvəlində də hələ də qadınların mövqeyi möhkəm idi. Və Enolit dövrünün özünə məxsus dəfn mərasimləri olmuşdu ki, ölülər yaşayış məskənində, evlərin arasında və içərisində bastırılırdı və cəsədin üzərinə qan rəmzi sayılan qırmızı boya yaxud oxra səpildilər.